Deyin görək mən nə eləməliyəm? Günü sabahdan Qatır Məmmədin siz sağ əli olmalısınız. Nə? Qasım! Hə? Silahları gətirdilər? Bəli, Bəs Səbban? kendi getdi Məmməd. Niyə? Starar bu sımariş göndərmiş ki, anası xəstələnib, durmayıb getdi. Bəs belə qarışıq zamanda arvadı tək bıraxarlar. Sən haradaydın? Dedim ona uşaqlardan 5-6'sını götür özündən razı olmadı. Dedi arxayın olun, uşaq deyiləm ki. Nə vaxt qayıdacaq? 3 günə. Dayan! Tez, atlanın! Dayan! Dayan deyirəm sana! Dayan! Dayan deyirəm sana, saxla! Belə vaxtı tək yola çıxmaq olmaz, xanım. Bu sizin sağolunuzdur. İsrafil 10 polku Gəncədədir. Məxsus səndən ötürü təşrif gətirib buram. Qorxuram, ərkəcə çəkilməli olasan. Nə var? Niyə gülürsən? Heç. Deyirəm, ay Səməd, belə tilsim kimi bir şeysən, ey. Desən ki, Əzrail gəlib səni aparmağa, gənə dünya aləm vecimi almıram. Belə, arxayın oluram, ey səndən.